Kenan salam. Hadi bunu tebrik ederim. Sen kiçik faxlarından əzab əziyyət çəkmiş oğlan olmuşsan. Evladımsan, tələbəm olmuşsan. Mənlə səngərdə yatmışsan. Çok sağ ol. O gün olsun ki, nəvələrin əlinə tutub Qarabağda gəzəsən. Təbrik edirəm. Kenan, ad gününü təbrik edirəm. Sənə uzun ömür, can sağlığı arzulayıram. Gün o gün olsun, balalarını xeyir işin görəsən, nəvən nəticən olsun. Bir də sənə vətənli günlər arzulayıram. Kenan, səni 50 yaşı münasibəti ilə təbrik edirəm. Deyirlər 50 yaş buzalığın cavanlığıdır. Amma mən deyərdim ki, 50 yaş elə müdrikliyin başlanğıcıdır. Çünki insan yaşlandıqca daha çox yük düşür insanın çiyninə və bu yükü daşımaq üçün də insan daha çox məsuliyyətli olmalıdır. İnşallah ki, Allah sana güc iradə versin, bu məsuliyyəti, bu yükü çiynində daşıya biləsən. Yəni, mən bu təbrikdən çox, daha çox öyüd nəsihət xarakterli də ola bilər. Amma olsun. İnşallah ki, Allah səni ailəmizin üstündən əski eləməsin. Yəni, çox danışa bilərəm. Sadəcə əmməsi deyibdir ki, elə ki, çox olmasın, bir dəqiqədən çox olmasın. Yenə də təbrik edirəm. Allah sənə ailəmizin üstündən əski eləməsin. Neçə belə illərə çıxasan inşallah. İnşallah ki, İsmail'in toyunda təbrik edirəm Kenan. Kenan, səni təbrik edirəm. 100 yaşa, balaların xoşbəxt günlərin gör. O gün olsun, baba olasan. Kenan bəy, doğum günün mübarək. Yeni yaşın sənə yeni uğurlar gətirsin. Təbrik edirəm. Qardaşım, mənim fəxrim, mənim keçmişim, mənim gələcəyim. Kenan Hacı Əkbəroğlu. Mənim Əkbər müəllimim ilk məşqçim olub. Azərbaycanın qəhrəman oğullarını yetişdirən Əkbər müəllim bizi həm atalıq edib, həm böyük qardaşlıq edib, həm komandirimiz olub. Onun övladı Next right and then turn right. bizim qardaşımız Kenan. Öpürəm sənin gözlərindən. Sən bilsən ki, mən səni çox istəyirəm. Sən mənim qardaşımsan, səni təbrik edirəm. 100 yaşasan, 100 yaşayasan. Allah mənə qismət eləsin. İnşallah sənin balalarımın gözəl günlərində canımla, malımla, qanımla, başımla iştirak edeyim. Öpürəm sənin gözlərindən mənim fəxrim, mənim qardaşım. Təbrik edirəm səni. Salam Kenan. Səni ad gün münasibətilə təbrik edirəm. 50 yaşın uğurlu, düşərli olsun inşallah. O gün olsun 51 yaşımızı, bir ilhamımızın 50 yaşı olur. 51 yaşlarımızı Ağdamda, öz torpağımızda, elimizdə, obamızda keçirdik. İnşallah. Səni də bir daha təbrik edirəm. Övladlarınla, ailənlə bir yerdə uzun ömür, can sağlığı. Kenan Hacı Əkbəroğlu, əziz dostum, qardaşım, Milli Azadlıq Hərəkatının, Vətən Müharibəsinin gənc əskəri, şəhid Sənanın qardaşı, torpaqlar uğrunda qan töymüş, can vermiş, çarpışmış, vuruşmuş, savaşmış Azərbaycan türkü. Doğum günümü qutluyuram, 50 illik yubileyimi qutluyuram. Bu rəqəmi sənə söyləyəndə biraz mənə qəribə gəlir. Səni hər zaman gənc bilmişəm, gənc görmüşəm, hər addımda yanımda görmüşəm və sən bu vətən üçün, bu torpaq üçün, bu millət üçün savaşmış qazilərimizdən birisən. Sənə ən gözəl arzularımı bildirirəm. Allah səni və sevdiklərini qorusun. Atan, əziz dostum Hacı Əkbər qardaşın başda olmaqla bütün ailənə can sağlığı, bundan sonraki həyatında və ailənin həyatında gözəl günlər olsun. Sənin evlatların sənin gördüyün çətinlikləri, savaşı, vətən müharibəsini görməsin və bu vətən müharibəsi demişkən Allaha şükürlər olsun, candan artıq sevdiyin, uğrunda çarpışdığın Qarabağın, Ağdamın bugün azaddır, qurulur, yenidən inşa olunur və səni də dəfələrlə o istiqamətə uğurlamışıq. Buna da
Allahdan min şükürlər oxumaqdayıq. Səni təbrik edirəm. Qiyabında olsa da bağrıma basıram və ən xoş dualarımı bildirirəm. Yaxşı ki varsan, yaxşı ki mənim dostumsan əziz Kənan bəy. Bugün bizim əziz dostumuz 1-ci Qarabağ müharibəsinin veteranı, qazisi Kənan bəyin yubileyidir. Kənan bəy Azərbaycanın çox qeyrətli bir oğludur, dəyərli bir oğludur. Vətən uğrunda vuruşmuş bir insandır. Hər zaman ürəyi vətənlə döyünən bir insandır. Və harda olmağının asılı olmayaraq hər zaman dövlətinə, vətəninə bağlı bir insandır. Əzizimiz, qardaşımız Kənan bəy, mən səni bu 50-lik yubiley münasibəti ilə ürəkdən təbrik edirəm. Sənə möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram. Ömrün uzun olsun, canın sağlam olsun, ailənin üstündən əski olmasın. Əziz qardaş, yubileyin mübarək olsun. Değerli sınıf yoldaşım Kənan, səni 50 yaşın münasibətini təbrik edirəm. Neçə gözəl illərə çıxasın inşallah. Evlatlarınla bir yerdə vaxtların xeyrini görəsin. Allah can sağlığı versin. Bu qarlı qapıdan da səni saxlayasın. Xətri mənə və ailəmə əziz olan sinif yoldaşım Kənan. Qürbətdə olsan da qəlbimizdəki yerin özəl və dəyərlidir. Ümid edirəm ki, bu doğum günün diləklərinin gerçəkləşdiyi bir başlanğıc olar. Allahdan sənə uzun ömür, can sağlığı, xoşbəxtçilik arzulayıram. Xanımınla, sevdiklərinlə birlikdə övladlarınızın gözəl günlərinin şahidi olasan. Xoşbəxtlik, sağlamlıq, şans daimi səninlə olsun. Təbrik edirəm. Kənan qardaş, salam aleykum. Sənin yubileyini ürəkdən təbrik edirəm. Ən əsası sənə sağlıqlı uzun ömür arzu edirəm. Yeni yaşın mübarək olsun. Mən bilirəm ki, bu sənin özün də böyük arzundur. İnşallah, inşallah növbəti yaşlarını elə doğulduğun torpaqda qeyd eləyəsən. Yaşın üstünə yaş gəlsin qardaş. Nəvəli, nəticələri olan babalardan olasan. Sevdiklərin, yaxınların, doğmalarında həmişə yanında. Mən istəyirəm sən bağlı yadımda qalan bəzi şeyləri də deyəm. Əgər mən yanılmıramsa, bilirəm ki, sən küsəyən, biraz kövrək biri idin. Xətrinə dəyən kimi küsüb kövrəlirdin. İnşallah sənə arzu edirəm ki, həmişə gözəl bir şeylər üçün kövrələsən. Nəvələrin, nəticələrin qarşına qaçıb gələndə, oğlundan, qızından xoş xəbər eşidəndə, torpağınla bağlı bir şey, xoş xəbər eşidəndə kövrələsən. Həyat səni ancaq belə sevinçli günlər üçün kövrəsin inşallah. Həmişə ailənin yanında olasan, sevdiklərindən olasan, neçə də belə yaşlar qeyd eləyəsən, biz də çalışaq imkan daxilində səni təbrik eləyək. Bir neçə nəfər səni təbrik eləyib, amma mən də köhnə sinif qonumuz olaraq elə bir üzərimdə bir məsuliyyət kimi bunu hiss eləyirəm. Yerdə qalan uşaqların adından da, hamısının adından da sənin yeni yaşını, yubileyini ürəkdən təbrik edirəm. Neçə yaşlara qardaş. Dostum Kənan, səni təbrik edirəm. Yeni yaşın mübarək olsun. Yeni yaşında sənə can sağlığı arzu edirəm. Bir neçə kəlmə də demək istəyirəm ki, sən bu illər ərzində çox uzun və uğurlu bir həyat təcrübəsi keçmişsən. İlk öncə qazi olmuşsan, torpaqlarımızın azadlığında vuruşmuşsan, sonra Azərbaycanın 2000-ci illərdəki siyasi həyatında aktiv iştirak eləmişsən və Azərbaycanda ilk gənclər təşkilatından biri olan Qarabağla bağlı, Qarabağın azadlığında gənclər təşkilatının qurucusu və yönəlticisi olmuşsan və sonda yox və bir arada deyəsən sən siyasi məhbus olmuşsan və ondan sonra da siyasi mühacir. Yəni bunlar hamısı uzun bir həyat təcrübəsidir və bunlar göstərir ki, sən nə qədər mübariz bir insansan. Yəni insan həyatının müəyyən dövrlərində müəyyən sınaqlardan keçir. Sən bu sınaqlardan
hamısından uğurlu keçmisən və alın-açıq keçmisən. Səni mən təbrik edirəm bir daha və arzu edirəm ki, həmişə belə cavan qalasan və həmişə belə enerji olasan. Öpdüm səni, çox yaşa. Mart ayının 12-si mənim üçün özəl bir gündür. Çünki mənim dostum, qardaşım, sirdaşım, dərd ortağım Kənan Hacı Əkbəroğlunun 50 yaşı tamam olur. Kənana Allahdan uzun ömür, can sağlığı arzu edirəm. Kənan bu 50 ili çox keşməkeşli bir həyat yolu keçir. 16 yaşında əlində silah, atası ilə və rəhmətli qardaşı ilə bir yerdə döyüş yolları keçib və ondan sonra bir çox macəralarla dolu bir həyat yaşayıb. Mən Allahdan Kənanın balalarının toyunu inşallah Ağdamda görməyi arzu edirəm. Çünki Kənanla bizi bir-birimizə məhz bizim Ağdamda olmağımız birləşdirib və bizi dost edib, qardaş edib. İnşallah Allah bizə Ağdamlı günləri göstərsin, Kənanla və orada görüşək, deyək, gülək, şadlanır. Əziz Kənan qardaşımı gözəl yubiley münasibətilə təbrik edirəm. Kənan qardaşımla ən çətin zamanların birində tanış olmuşuq və çox təbii, səmimi və o vaxtlar ki, insanın bütün keyfiyyətləri üzə çıxır, həmən dövrdə bir-birimizi tanımışıq. Həmd olsun Allaha. Bu illər ərzində də onun insaniliyi, onun Azərbaycanlıya xas olan ən yaxşı keyfiyyətləri davamlı olaraq özünü göstərməkdir. Mən əziz Kənan qardaşıma nə arzu edə bilərəm? İlk olaraq Allaha yaxşı bəndə olmağı və Allahın verdiyi nemətləri dəyərləndirib şükür etməyi və inşallah ki, inşallah dünyanın harasında olmasından asılı olmayaraq öz kimliyini, öz insaniliyini qoruyub saxlamağı arzu edirəm. Allah var eləsin, Allah əziz eləsin. Əvvəla salam, gününüz uğurlu olsun. Mən bu çəkilişi Kənan Hacı Əkbəroğlu, yəni Kənan Rüstəmov, bizim balaca qaqamız olan Qaragöz üçün nəzərdə tutmuşam. Bizim Qaragöz, yəni Kənan qardaşımızın bu günlərin 50 illik yubileyidir. Yəni 50 yaşı tamam olur. Allah ona inşallah ki, keçirdiyi bu ömür yolunda həmişə uğurlarında müvəffəqiyyətlər nəsib etmiş və indən belə də yaşadığı o ömründə ona müvəffəqiyyətlər nəsib etsin. İlkin olaraq Kənanın ta uşaqlığından indiyə qədər olan bir vaxtda mən Kənanı həmişə tanımışam. Biz bir məktəbdə oxumuşuq. Belə demək olar ki, uşaqlıqdan böyüklüyümüzə qədər, bu yaşlarımıza qədər həmişə bir-birimizlə yaxın münasibətimiz olub, dostluğumuz olub və hər birimizin bir geridə qalan bir gözəl, bir qəşəng, bir günlərimiz olubdur. Həm qəmli günlərimiz də olub, xoş günlərimiz də olub, sevinçli günlərimiz də olub, çətinliklərimiz də olub. Yəni, hər bir şeyi ötürmüşük. Kənan qaqam, mən sənin 50 illik yubileyin münasibəti ilə səni təbrik edirəm. Allah Teala sənin ömrünə bərəkət versin. İndən belə ki, həyatını həmişə gülər üzlə, xoş günlərlə öz gündəliyində qeyd edəsən və sənə həmişə arzuladığın və özün üçün arzuladığın ən xoş günlərin qismət olmasını arzu edirəm. Mən bir daha səni təbrik edirəm. Həmişə xoş günlərdə olasan, yeni yaşın mübarək olsun və bu gələn illər sənə həmişə uğur gətirsin.
təbrik edirəm səni Kənan. Yaşın uzun, ömrün həmişə bərəkətli olsun. Kənan, sən ad günü təbrik edirik. Biz uzaqda olsaq da ürəyimiz sənin yanındadır. Sən elə bir insansan, elə bir qardaşsan ki, nə qədər çox desək də, nə qədər çox təbrik edəsək də, sənə söz yetməz. Allah səni var eləsin, ailənlə, evlatlarınla. Səni çox istəyən bütün dostlarla bir yerdə yeni illərə çıxasan. Yubiley yaşın mübarək olsun. Gün o gün olsun növbəti yaşlarının birində bizim ən böyük arzumuz Ağdamda qeyd edək. Sağ ol qardaş. Sənin ad günü təbrik edirəm. İnşallah o gün olsun 100 yaşını qeyd edək. İnşallah arzu edirəm Allah verən bu ömrü sağlam candan başa vurasın inşallah. Təbrik edirəm Kənnəmi. Kənnəmi, sənin 50 yaşını yubileyini təbrik edirəm. Allah sənə uzun ömür can sağlığı versin. İnşallah ailənlə, sevdiklərinlə bir yerdə həmişə xoşbəxt və sağlam həyat keçirəsən. İnşallah övladlarının xeyir işini görəsən, onların sevincinə şərik olasan. Bir daha ad günü təbrik edirəm. Kənan, salam qardaş. Mən səni bu ad günün, yubileyin münasibəti ilə ürəkdən təbrik edirəm. Sənə uzun ömür, can sağlığı arzulayıram. Hər zaman ailənlə, balalarınla bir yerdə xoş günlər keçirəsən. Allah Teala sən etdiyin bu gözəl əməllər ki var, hansı ki bir çoxuna mən də şahidəm. O gözəl əməlləri sənin yaxşılıqla qabağına çıxartsın. Allah savaba yazsın. Öpürəm səni, bağrıma basıram. Yubileyin mübarək. Əziz Kənan qardaşım, səni 50 illik yubileyin münasibəti ilə ürəkdən təbrik edirik. Sənə möhkəm can sağlığı, uzun ömür, gözəl həyat arzulayırıq. Gözəl ailənlə, gözəl övladlarınla, istədiklərin insanlarla bir yerdə həmişə şad, mehriban, xoşbəxt həyat keçirəsən. İnşallah ki, gün o gün olsun o azad, gözəl Ağdamımızda, gözəl Qarabağımızda çoxlu şənliklərə gedək, toylara, nişanlara gedək. Övladlarının, toyların, gözəl günlərin görəsən, nəvə nəticə görəsən. Sən bilirsən ki, mən sizi, sənin ailəni burada öz Ağdamımın, Qarabağımın bir hissəsi bilirəm. Sənin evini, Qarabağımın bir hissəsi bilirəm. Sənin ailəni öz ən yaxın qohumlarım bilirəm. Mən sizi çox istəyirəm. Həmişə var olasınız, həmişə mehriban olasınız. Ən yaxşı, gözəl günləri arzulayıram sənə. Bütün ailənlə birlikdə. Şad, mehriban, xoş həyat keçirəsiniz. Bir daha təbrik edirik. Əziz dostlar, sizə kimdən deyim? Hacı Əkbər müəllimin oğlu Kənan bizimlə bir yerdə döyüşürdü Ağdam batalyonunda. Ağdamda döyüş gedən vaxtlar idi. Bir gün bu Kənana dedim ki, Kənan niyə getmirsən evimizə? Dedi ki, qəhrəmanım, gedəcəm də, vaxt olanda gedəcəm. Heç demə, bu da məndən yol vərəqəsi istəməyə utanırmış. Dedim Kənan, mənim də həmişə cibimdə bir 50 dənə, 60 dənə olurdu kağız. Getdim, dedim Kənan, hamamı aşağıda deyək, gələcəm. Nəsə getdik, hamamı qaladı, dedi qəhrəmanımı çıxanda da qəşək dikilər tutmuşam, gətirmişəm, pişirəcəm. Bir çörək də yerik, dedi, mən olar. Getdim hamama, şuratçıları bunun yanında soyunu verdim, çıxdım, getdim. Gəldim, dikilər də qəşək dolaşmışdı, 7 yerə çıxdım, getdim. Aradan bir gün geçəndən sonra dedilər ki, Kənan yoxdur. Kənan hanım? Kənan Bakıdadır. Nə ilə gedib? Beş mən də baxmıram, cibimdə o qədər nə kağız var ki, bilmirəm. Nə bilim, mənim ürəyimə gələr ki, kağız götürəm. Kənan qayıdıb gələndə dedim, Kənan, mən nə ilə getmişdim? 2 dənə kağız göstərdi. Dedi, qəhrəman əmi. Təsadüfədim, cibimdən 2 dənə kağız götürdüm. Bildim ki, istəsəm verməyəsən. Ona görə də kağızı götürdüm, getdim. Bax, Kənanın belə işləri də vardı, amma Kənan 16-17 yaşında döyüşüb, əziyyət çəkib, çox işlər görüb. Amma onun belə xeytiri də işləri vardı. Biz ona həmişə o zadonanda deyirdi ki, rəhmətli Tofiq Qarayev deyirdi ki, bu Ağdamda milisioner Barata oxşuyur. Sağ olun. Əziz
qaqam, əziz qardaşım, Ağdamlım, Qarabağlım, Kənan, səni 50-lik yubiley münasibətilə ürəkdən təbrik edirəm. Bundan sonra da bir 50 ildə belə şux, belə enerjili keçirməyin arzulayıram, övladlarının xeyir işini görməyi arzulayıram. Ürəyində nə qədər xoş arzu var, sən hər şeylə yaxşısına layiq qaqamsan. 2 ildən sonra bizim tanışdığımızın, dostluğumuzun 30 ili tamam olur. Sənin ömrün çox gənc yaşlarına da qırıla bilərdi. Atam, mənim dostum, əmim, rəhbərəm ilə bir yerdə, qardaşların Sərman, rəhmətli Sənan şəhidimizlə bir yerdə. Torpaqlarımızın azadlığında müharibəyə qatılanda sən çox gəncdin, amma qismətdən sağ-salamat döyüşlərdən çıxdın, gəldin, qazi oldun və qismətdən torpaqlarımızın azadlığını görməkdə qismət oldu. Artıq Qarabağda, Azərbaycanda, düzdür, biz qürbət yerdə yaşayırıq səndən bir yerə, amma sən bu 30 ildə qardaşlığını hər zaman sübut eləmişsən. Hətta biz demək olar ki, biz birimizin vətəndə olanda bütün xeyir nəşərində iştirak eləmişik. Sən məni hərbi xidmətə də yola saldın, yanıma da dəfələrlə gəldin, sonra qarşıladın, sonra toy oldu, sonra balaca İsmailin sünnət toyu oldu. Mən sənə atam Əhbər əmi ilə, Məsumə xala ilə, anamla bir yerdə, yoldaşım Ülviyə xanımla, qızımız Məsumə ilə, İsmaillə bir yerdə belə ürəyindən nə cür keçir, elə rahat, şux, enerjili, belə səadət dolu günlər arzulayıram. Öpürəm, bağrıma basıram. Bir də xatırladım ki, sən bu qürbətçilikdə də öz qaqalarını sübut eləmiş olsan, uzaq İsveçdən mənim yanıma Ukraynaya, Odessaya da bir neçə il qabaq gəlmişdin. Məhz məni görmək üçün gəlmişdin, mən bunu heç vaxt unutmaram. Öpürəm, bağrıma basıram, tezliklə Allah qoysa görüşərik, xeyir işlərdə görüşək həmişə. Sağ olun.